Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzu izahımız bilik və onun növləri ilə əlaqədardır. Əvvəlcə diqqət yetirək, baxaq ki, biliyin neçə növü var. Biz öyrənəcəyik biliyin 4 növünü: faktoloji, konseptual, prosedural və metakognitiv bilik. Deməli, bu biliyin növləri, təfəkkürün növləri və növbəti mövzu keçəcəyimiz idrak taksonomiyası bir-biri ilə əlaqəli olan mövzulardır. Ona görə də hər üç mövzunu daha dəqiq şəkildə yadda saxlamağa çalışaq ki, testlərdə qarşımıza çıxanda heç bir məqamı bir-birinə qarışdırmayaq. Gəlin əvvəlcə faktoloji biliyə baxaq. Faktoloji bilik adından göründüyü kimi faktlardır. Yəni məntiqi təfəkkürdə deyirdik ki, bu faktdır, biz faktı dəyişə bilmərik, faktı sadəcə xatırlamaq lazımdır. Faktoloji bilik də elə odur. Yəni faktoloji bilik deyəndə yada salmaq, xatırlamaq nəzərdə tutulur. Faktoloji biliyin digər adı deklarativ bilikdir. Yəni testlərdə qarşımıza deklarativ bilik çıxsa qarışdırmayaq. Yəni faktoloji və deklarativ bilik eyni mənanı verən iki anlayışdır. Deməli, faktoloji bilik dedikdə bizim testdə qarşımıza çıxsa ki, yada salır, xatırlayır, deməli faktoloji bilikdən söhbət gedir. Faktoloji bilik, yəni faktlara əsaslanmaqdır. Əzbər biliklərə əsaslanmaqdır. Yəni əzbər şəkildə yadda saxladığımıza əsaslanır. Tutaq ki, biz bilirik ki, 2 vur 2 4 eləyir, 3 vur 3 9 edir. Və yaxud da sifət əşyanın əlamətini bildirir, kömək sintaksislər cümlə üzvü olmur. Yəni biz bunları əzbər şəkildə qaydalar bilirik və bunu müəllim bizə sual verəndə sadəcə xatırlamalıyıq və xatırladığımızı deməliyik. Ancaq xatırlamaya əsaslanırsa bu faktolojidir. Bizdən hər hansısa bir düşünmə tələb etmirsə, fərqləndirmə tələb etmirsə, anlamaq tələb etmirsə, bu olur faktoloji bilik. Faktoloji bilik iki hissədən ibarətdir. Terminlərdən və spesifik deyir. Terminoloji bilik və spesifik bilik. Terminoloji bilik odur ki, yəni terminlərdən ibarətdir. Bura hansı terminlər aiddir? Bizim öz ixtisasımızla bağlı olan terminlərdən söhbət gedir. Məsələn, tutaq, riyaziyyat müəlliminin terminləri vurma, çıxma, bölmə, tangens, kotangens, nə bilim, həndəsə, daha doğrusu həndəsə deyəndə, yəni teorem və yaxud da yəni bu tipli terminlərdən söhbət gedir. Və yaxud da Azərbaycan dilində isim, sifət, sintaktik təhlil və yaxud da tarixdən deyə bilərik, zaman, məkan, xronologiya. Yəni bu kimi terminlər, yəni ixtisasa aid olan terminlərlə əlaqədardır. Bundan başqa ikinci olaraq da deyə bilərik ki, terminlərə aid olaraq müxtəlif sənət sahələrinin sözləri, yəni müəllimlik, daha sonra rəssamlıq, həkimlik, dizaynerlik, yəni bu kimi sözlər, müxtəlif sənətlə, peşə ilə bağlı olan sözlərin hər biri faktoloji biliyə, daha doğrusu terminoloji biliyə aiddir. İkinci hissəmiz isə spesifik bilikdir. Spesifik bilik də nədir? Spesifik bilik o deməkdir ki, yəni verilən xüsusiyyətləri konkretləşdirməkdir. Tutaq, biz deyirik ki, spesifik olaraq deyirik ki, Azərbaycan dilində termin olaraq isim var. Amma isim haqqında xüsusiyyətləri saysaq ki, ismin 6 halı var. Deməli, yəni ona aid olan kimlə, hara suallarının birini cavab verir, əşyanın adını bildirir. Yəni bu kimi artıq onun xüsusiyyətlərini saymağa başlayırıqsa, bu olur artıq spesifik biliyimiz. Daha sonra belə bir nümunə göstərə bilərik ki, Azərbaycan dilinə deyə bilərik ki, bu kömək sintaksislərindən nümunə çəksək, bilərik qoşma, nə bilim, bağlayıcı, bunlar hər biri termin kimi istifadə edə bilərik. Amma ümumi desək ki, kömək sintaksislər bayaq da qeyd etdiyimiz kimi çox cümlə üzvü olmur. Bu qoşma belədir, bu bağlayıcı belədir, ədat belə olur. Yəni bunların hər birinin xüsusiyyətlərini saymağa başlayırıqsa, artıq bu olur spesifik bilik. Və ikinci spesifik biliyə aid olan məqam isə tarixlə bağlı, insanlarla bağlı, yerlərlə bağlı, faktlarla, hadisələrlə bağlı olan məlumatlar spesifik biliyə əsaslanır. Tutaq ki, mən özüm haqqında bir məlumat deyirəmsə, bu artıq spesifik biliyə malik olmağım deməkdir. Eyni zamanda biz faktoloji biliyə qaydaları deyə bilərik ki, qaydalar xüsusi müəyyənləşdirilmiş, istər müxtəlif ixtisaslarla bağlı coğrafiya, tarix, biologiya, kimya, bunlarla bağlı fizika, bunlarla bağlı müəyyən qaydalar var. Bu qaydaları bilmək elə faktoloji biliyə sahib olmaq deməkdir. İkinci ən mürəkkəb, deməli, bilik növümüz isə
konseptual bilikdir. Konseptual biliyə keçməzdən əvvəl bir dənə də məqamı vurğulayım ki, faktoloji bilikdə biliklər seçici şəkildə təqdim olunmalıdır. Yəni testdə qarşınıza çıxsa ki, faktoloji biliyə uyğun olaraq müəllim şagirdə deyir ki, kitabda olan bütün məlumatları əzbərlə. Bu yanlış məqamdır. Yəni faktoloji bilikdə xüsusi olaraq seçilmiş nələrsə şagirdlərə öyrədilməlidir. Bu nə deməkdir? Yəni adi müəssisə kurikulum belə burada mövzuları izah edəndə yalnız baxın bir məqamı göstərim sizə. Yuxarıda baxın məlumatlar var. Bunları mən sizə heç birinə izahatını vermirəm, nə heç oxumağınızı da demirəm. Yəni sadəcə kimsə istəyirsə oxuyub məlumatı ola bilər də. Amma belə əsas bizim yadda saxlayacağımızı seçici şəkildə sizə təqdim edirəm ki, öyrənəcəyimiz sırf bu hissələrdir. Onları qeyd edirəm, açar məqam kimi qeyd edirəm, işarələyirəm ki, yəni bunları bilməliyik. Eyni zamanda müəllim də şagirdlərə hər hansı bir əzbər bilikləri öyrədəcəksə, onu seçici şəkildə şagirdlərə təqdim etməlidir. Yəni seçib təqdim etməlidir. Bütün necə gəldi əzbərlətməli deyil. Daha sonra gəlir konseptual biliyimiz. Dedik ki, ən mürəkkəb bilik növümüzdür. Nəyə görə? Çünki burada artıq nəyisə anlamaq var, başa düşmək var, izah etmək var. Yəni bu kimi xüsusiyyətlərin hər biri konseptual biliyə aiddir. Biz faktoloji biliyi öyrəndik. İndi isə iki fakt arasında, yəni deməli faktoloji bizim nəyisə bilirik, faktoloji biliyə malik iki dənə də hadisəmiz var, iki dənə faktımız var. Bu hadisənin arasında əlaqə yaradılması, yəni və daha çox hadisə arasında əlaqə yaratmaq konseptual biliyin xüsusiyyətlərindən hesab olunur. Konseptual biliyin açar məqamları kimi biz müqayisə etmək deyə bilərik, fərqləndirmək, ümumiləşdirmək, izah etmək, müəyyənləşdirmək, təsnif etmək, qruplaşdırmaq, modellər, dərk etmək, anlamaq bu xüsusiyyətləri görürüksə, hər biri konseptual biliyin xüsusiyyətinə aiddir. Yəni ümumilikdə bunu testdə baxın, burada izah var, izah sözü var, ümumiləşdirmələr var, müqayisə var, daha sonra nəyisə bilmək var. Və burada diqqət yetirəcəyimiz məqam nə üçün, nə üçün sualdır, indi onu da izah edəcəm sizə. Deməli, dedik ki, konseptual bilikdə əsas bizim testdə qarşımıza çıxacaq məqamları bir də vurğulayıram sizin üçün və bunu yaxşı olar ki, özünüzdə qeyd kimi götürəsiniz. Deyirik, ən birinci müqayisə etməkdir. Tutaq ki, bizə iki fakt verib, bu faktlar arasında başlayırıq bunları müqayisə etməyə, bir-birindən fərqləndirməyə. Tutaq, ismin adlı halı ilə yeri halını bir-birindən fərqləndir və yaxud da digər hadisələri, nə bilim, hər hansısa bir nəyisə üçbucaqla kvadratı bir-birindən fərqləndir, fərqli xüsusiyyətlərini yaz, müqayisə et və yaxud da hər hansısa bir hadisə də ola bilər. Yəni hadisələrlə də bağlı olan, məsələn, 2005-ci ildə olan hadisələrlə 2006-cı ildə olan hadisələri müqayisə et, fərqləndir bir-birindən. Bunlar hər biri olur konseptual bilik. Daha sonra dedik, ümumiləşdirmək var, izah etmək var, müəyyənləşdirmək var. Biz nəyisə müəyyənləşdiririksə, hər hansısa bir verilmiş fikirləri ümumiləşdiririksə, ümumi bir nəticə çıxarırıqsa, tutaq ki, hər hansısa bir test bizə verilib və yaxud da hər hansısa bir nələrsə müəyyən bir açıq tipli sual verib, bunu bizdən izah etmək tələb olunursa, bu da artıq konseptual biliyə aiddir. Daha sonra dedik, təsnif etmək var, qruplaşdırmaq var, model sözü var ki, bunların hər biri də konseptual biliyin xüsusiyyətidir. Dərk etmək və anlamaq nə deməkdir? Əgər bir şagird sadəcə məlumatı xatırlayırsa, bu olur faktoloji bilik. Yox, xatırlamaqla yanaşı eyni zamanda onu anlayırsa, mənasını dərk edə bilirsə, anladığını izah edə bilirsə, bu artıq olur konseptual bilik. Konseptual bilik dedik, nə üçün sualına cavab verir? Bu nə deməkdir? Baxın, burada yazıb ki, fəsillər nə üçün yaranır sualını şagird izah edir. Baxın, artıq yenə də izah etmək bizim feilimiz gəlir, izah etmək açar məqamımız gəlir köməyimizə. Və yaxud da bununla bağlı digər məsələlər də ola bilər ki, tutaq, tarixlə bağlı ola bilər ki, bu hadisə nə üçün baş vermişdi? Başlayırsan onu izah etməyə və yaxud da tutaq digər bir mətindir. Deyirik ki, nə üçün bu daha, məsələn, şagird başlayır onu əsaslandırmağa ki, bu hadisə yox, bu hadisə daha çox üstündür. Yəni, deyirik ki, nə üçün o yox, bunu, tutaq, iki şagirddir, mətin verib bizə. İki şagirdin adı çəkilir mətndə. Biri yaxşı oxuyur, biri tutaq zəif oxuyur və yaxud da birinin hər hansısa bir qeyri-etik hərəkətlər var, biri çox mədəniyyətli uşaqdır. Müəllim, məsələn, hansı, bu təbii ki, mədəniyyətli uşaq daha çox seviləcək.
mətn şəklində bunu bizə təqdim edibsə, biz şagirdlərə sual veririk. Nə üçün məsələn digər şagird sevilmirdi? Nə üçün digər o şagird müəllimlərinin sevimlisi idi? Bu nə üçün sualını veririksə, şagirdlər də onu öz başa düşdükləri formada, anladıkları formada bizə izah edirsə, bu artıq olur konseptual bilik. Ona görə də deyirik ki, konseptual bilik nə üçün sualına cavab verir. Daha sonra gəlirik prosedural biliyə. Bəs prosedural bilik nədir? Prosedural bilik isə bizim açar məqamlarımız üsul, yol, metod, ardıcıllıq, algoritm, meyar nəzərdə tutulur. Bir hadisənin üsulunu bilmək, yolunu bilmək, metodunu bilmək üçün, yəni bunu hansı üsullardan, yəni bu üsullardan istifadə edərək həll edib, yəni bu yoldan istifadə edərək bunu həll etdim, bu metoddan istifadə edərək bunu həll etdim və yaxud da digər bir məqam, meyar məqamı. Meyarı biz müəyyənləşdirə biliriksə, yəni qiymətləndirmə əsasında biz meyar deyəndə ağlı qiymətləndirmə gəlir. Elə gəlin qiymətləndirmə üzərində nümunə çəkək ki, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsidir. Şagirdlərin hansı meyarlar əsasında qiymətləndiriləcəyini bilməsidir. Bunlar hər biri prosedural biliyə aiddir. Prosedural bilik bizim ən çox qarşımıza Azərbaycan dilindən sintaktik təhlil üzrə çıxır ki, məsələn, sintaktik təhlildə bir ardıcıllıq var da, onu ardıcıllıq əvvəlcə xəbəri tapırıq, sonra mübtədanı tapırıq, sonra digər İkinci dərəcəli üzvləri də biz tapırıq və yaxud da riyaziyyatdan məsələlər verir ki, bu məsələni həll etmək, riyazi bir məsələnin həll olunması da burada bir ardıcıllıq olduğuna görə, əməllər ardıcıllığı olduğuna görə biz deyirik ki, bu prosedural biliyə aiddir. Yəni ardıcıllığın olması, üsulun, yolun, metodun seçilməsi artıq olur prosedural bilik. Prosedural bilikdə deyici necə sualına cavab verir? Nə deməkdir bu? Yəni tutaq bir məsələ həll olubsa, bunu necə həll etdin? Bu hadisə tutaq ki, sintaktik təhlili necə həll etdin? Tutaq harasa gedibsə, sən ora necə getdin verirsə, burada bir ardıcıllıq var. Əvvəlcə düz getdim, sonra sağa döndüm, sonra yenə biraz düz getdim, sonra aşağı düşdüm. Biraz getdim, çatdım. Yəni ardıcıllıq var burada. Bir belə deyək, yol var, metod var, üsul var ki, bunlardan bu formada getdim. Bu artıq olur prosedural bilik. Və biz də son olaraq da qeyd edəcəyimiz məqam metakognitiv bilikdir. Metakognitiv bilik isə açar məqamlarımız deməli, planlaşdırma etmək, plan qurmaq, strategiyalar müəyyənləşdirmək, refleksiya etmək, özünü qiymətləndirmək. Yadınızdadırsa biz 20-ci əsr bacarıqları mövzusundan şəxsi sosial və öyrənmə kompetensiyası var idi ki, orada insanın özü haqqında məlumatlı olmasıdır. Elə bu da metakognitiv biliyin göstəricisidir. Yəni, insanın özü haqqında məlumatlı olması, öz öyrənməsini müəyyənləşdirə bilməsi, öz öyrənmə üsullarını müəyyənləşdirməsi. Baxın, üsul sözü 2 bizim məqamda qarşımıza çıxır. Həm proseduralda, həm də metakognitivdə. Metakognitivdə belədir ki, şagird tutaq ki, bu məsələni həll edibsə, özü müəyyənləşdirə bilir ki, mən özüm bu üsuldan istifadə edərək, bu yoldan istifadə edərək bu məsələnin həllini tapmışam. Amma proseduralda o deməkdir ki, proseduralda daha doğrusu, bu məsələnin üsulunu, yolunu, metodunu ümumi şəkildə bilməkdə nəzərdə tutulur. Yadınızda saxlayaq ki, hər bir şagird, yəni hər bir insan metakognitiv biliyə sahib ola bilmir. Yəni özü haqqında məlumatlı ola bilmir. Yəni bəzən insanlar olur ki, onlar özlərini belə, öz hisslərini belə idarə edə bilmirlər, özlərini tanımırlar. Metakognitiv bilikdə deyirik ki, plan qurmaqda. Tutaq ki, bir şagird özü haqqında planlar qurur, öz planlarını özü müəyyənləşdirə bilir, öz strategiyalarını özü seçir, düzür, daha doğrusu düzəldir. Daha sonra deyirik refleksiya etmək. Biz dərsin sonunda, məsələn, dərsin sonuna çatdıqda refleksiya mərhələsi gəlir. Refleksiya mərhələsində şagird özünü refleksiya edə bilir ki, bu günləri mən nə öyrənmişəm? Yəni özü haqqında məlumatlıdır ki, mən özüm bu gün nə öyrəndim? Eyni zamanda elə özünü qiymətləndirmə də nəzərdə tutulur ki, burada. Tutaq biz adətən qrup işlərində yox, qrup işlərində də ola bilər və yaxud da digər məqamlarda da ola bilər ki, özünü qiymətləndirmədən istifadə edə bilər ki, özünüzü qiymətləndirin. Sən özünü özünə neçə verərdin? Adətən müəllimə belə sual verirdi ki, özünü özünə neçə verərdin, məsələn, bu dərsdə. Bunlar hər biri şagird həqiqətən də özünü düzgün qiymətləndirirsə, bu artıq metakognitiv biliyə sahib olduğunun göstəricisidir. Ümumilikdə bir də nəzər salaq. Öyrəndik 4 növünü: faktoloji bilik, prosedural bilik, konseptual bilik və metakognitiv bilik. Faktoloji bilik dedik ki, faktlardır, yada salmaqdır, xatırlamaqdır. Digər adı isə deklarativ bilikdir. Terminoloji
və spesifik olaraq 2 yerə bölünür. Terminolojida dedik ki, terminlərdən ibarətdir. İxtisas fənləri ilə bağlı, bir də müəllimlik, rəssamlıq, həkimlik, yəni bunlarla bağlı olan sözlər terminlərə aiddir. Spesifik olması isə konkretləşdirilməsidir. Tarixlə, zamanla, insanla, yerlə bağlı, faktlarla bağlı, hadisələrlə bağlı məlumatlar spesifik biliyə aiddir. Və qaydaların olması, yəni sırf bizim bir dənə faktımız var, qaydamız var. Bu olur faktoloji bilik. İkinci dedik ki, konseptual bilikdir. Ümumiləşdirmək, qruplaşdırmaq, dərk etmək, anlamaq, başa düşmək, izah etmək, əsaslandırmaq, qruplaşdırmaq, model, struktur, təsnif etmək. Bunlar hər bir də deməli konseptual biliyin göstəricisidir. Konseptual bilik dediyi nə üçün sualına cavab verir? Prosedural bilik də üsuldur, yoldur, metoddur, meyar müəyyənləşdirilməsidir. Prosedural biliyə aiddir və necə sualına cavab verir. Bir də bir məqamı diqqətinizə çatdırım ki, əsasən suallarda diqqətli olun. Necə sualı bəzən prosedural biliyə aid olmaya da bilir. Yəni buna diqqət yetirin. Bir də məsələn izah etmək, biz deyirik ki, izah etmək konseptual biliyə aiddir. Yəni ümumiyyətlə bizim dediyimiz açar məqamlar həmişə, yəni bizə tam olaraq da bizə cavabı vermir. Düzdür, 100-ün 90%-ində verir, amma bəzən olur ki, istisna hallarımız olur. O da situasiyadan asılı olaraq olur ki, bunu biz digərində aid edə bilərik. Məsələn, izah etmək deyirsən, biz bunu həm faktoloji biliyə aid edə bilirik, həm də konseptual biliyə aid edə bilirik. Tutaq hər hansısa bir hadisənin yaranma səbəbini izah et. Məsələn, bunu deyirsə bu konseptual bilikdir və yaxud da prosedural deyirik ki, və yaxud da metakognitivdə deyirik ki, öz öyrənmə üsulunu izah et, görə özün necə öyrənmisən bunu, öz öyrənmə üsullarını başlayıb müəyyənləşdirib bizə deyirsə, məsələn, metakognitiv biliyə sahib olmasının göstəricisidir. Yəni, əsasən diqqətli olmaq lazımdır ki, bizdə sualdan nə istəyir? Prosedural bilik dedik, bayaq da dediyimiz kimi üsul, yol, metod, meyar müəyyənləşdirilməsi. Son olaraq da metakognitiv bilikdir ki, insanın özünə sahib olması, yəni daha doğrusu özü haqqında məlumatlı olması nəzərdə tutur. Refleksiya etmək, özünü qiymətləndirmək, özünü düzgün şəkildə qiymətləndirir, özünü monitorinq edir, plan qurur, strategiya müəyyənləşdirir. Bunlar hər biri də metakognitiv biliyə aiddir. Bugünlük bu qədər əziz müəllimlər. İnşallah ki, növbəti dərslərimizdə görüşənədək və mənim deyəcəyim əsas məqam odur ki, zəhmət olmasa dediyim açar məqamların hər birini özünüzdə qeyd edin ki, testlərdə qarşımıza çıxanda digər mövzularla qarışdırmayaq.